Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirilib. Laçında keçirilən yarmarkada 9 işə götürən tərəfindən 213 vakansiya təqdim olunub. Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı, gözətçi və digər vakansiyalar yer alıb. Əmək yarmarkasında vakansiyalara müraciət elədim. İxtisasım iqtisadiyyat sahəsidir. Oteldə və tikinti, təmir, bərpa işlərində olan bölmədə maliyyə sahəsinə müraciət etdim və uğurla nəticələnəcəyini dedilər. Doğma Laçınımızda əmək yarmarkası keçirilir. Biz də bu yarmarkada iştirak edirik, özümüzə mühasib kimi iş axtarırıq. Ümid edirik ki, normal bir iş olacaq, fəaliyyətimizi Laçında davam etdirəcəyik. 2 ildir artıq mən Laçın şəhərində qayıdış etmişəm və öz doğma ata-baba yurdumla yaşamağına özümə borc bilirəm və fəxr eləyirəm. Mən özüm ali təhsilliyəm və bugün burada ziyarətim nədən ibarətdir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində və Məşğulluq Agentliyinin nəzdində aparılmış bu əmək yarmarkası biz Laçınlılar üçün böyük bir əhəmiyyət kəsb edir. Son yarmarkada da biz 21 vakansiya ilə iştirak elədik. Vakansiyalarımızın əksəriyyəti həkim və orta tibb işçiləridir, amma qeyri-tibbi ixtisaslar üzrə, peşələr üzrə də vakansiyada iştirak elədik. Xeyli müraciətlər oldu. 180-dən çox vakansiya ilə müraciət eləmişik. Qəbul, qeydiyyat üzrə, mətbəx üzrə, təmizlik üzrə, daha sonra iaşə xidməti üzrə vakansiyalara ehtiyacımız var. Cəbrayılda baş tutan yarmarkada isə 13 işə götürən tərəfindən 100-dən çox vakansiya təqdim olunub. Tədbirə qatılan sakinlərə vakansiyalar, iş ötəlikləri və eləcə də icra olunan məşğulluq tədbirləri barədə məlumat verilib. Uyğun namizədlərin qeydiyyatı aparılıb. Cəbrayıl şəhərində əmək yarmarkası həyata keçirilmişdir. Bu əmək yarmarkası 13 işə götürən 4 dövlət, 9-u özəl olmaqla 102 vakansiya təqdim etmişdir. Məlumat üçün onu da bildirim ki, minimum əmək haqqı 450, maksimum əmək haqqı 2000 manat olmaqla vakansiyalarımız vətəndaşlara təqdim edilmişdir.